Salam hörmətli Bitcoin.net sayt istifadəçiləri. PHP dərslərimizə qaldığımız yerdən davam edirik. Keçən dərsimizdə biz sizlərlə Dua ilə artıq bitirdik, yəni döngüləri bitirdik PHP-də. Yəni döngülərimiz hansıydı? Döngü funksiyalarımız bizim while idi, do while idi, for idi dostlar. Bir də for each döngü funksiyası var dostlar. Bunu gələn dərslərimizdə sizə bir nümunə olaraq göstərəcəm. Çünki for each o qədər istifadə olunan bir döngü deyil, amma yenə də göstərəcəm dostlar gələn dərsimizdə. Bugün mən sizlərlə PHP-də standart funksiyaları keçmək istəyirəm dostlar. PHP-də funksiyalar sözün düzü həddindən artıq çoxdur, yəni, amma lazım olunan yerinə qədər, yəni yerinə görə biz funksiyaları öyrənəcəyik dostlar. Çünki PHP-də ən çox istifadə olunan funksiyaları daha desək, doğru desək öyrənəcəyik. Gəlin mən vaxt itirmədən localhost'umun heterodox qovluğuna gedirəm. Burada mən edit dedim. Keçən dərsimizdən qalanları sildim dostlar. Demişdik ki, hər şeydən qabaq bir şey yadınıza salmaq istəyirəm dostlar. Demişdik ki, şərh, biz PHP-də şərh yazarkən nə edirdik? Bu şəkildə edirdik və yaxud da bu şəkildə də edə bilirdik dostlar. Yəni bu şəkildə də arasına şərhlərimizi yaza bilirdik və yaxud da bu şəkildə idi demişdik. İndi gəlin dostlar, mən sizə şərh olaraq keçəcəyim mövzuları yazdırım. Nə deyəcək biz? Dedik ki, funksiyalardan danışacağıq dostlar. Amma bundan qabaq sizə bir şey deyəcəm. Yəni mən dəyişkənləri sizə keçərkən ikinci dərsimizdən başlamışdım. Səhv eləmirəmsə dəyişkənləri sizlərlə 2-3 belə getmişdim. Dəyişkəndən danışdıq dostlar. Dəyişkənin adından danışdıq, dəyişkənin dəyərindən danışdıq, amma dəyişkənin tipindən danışmadıq dostlar. Nədən danışmadım? Çünki burada dəyişkənin tipini mən belə adını da çəkib keçə bilərdim. Mən dəyişkənin tipini saxladım ki, funksiyaları keçəndə artıq bir funksiya ilə birlikdə dəyişkənin tiplərini də görək deyə. Gəlin indi biz bir dəyişkənimizi yazaq dostlar. Bir dəyişkən tanımlayaq. Deyirəm ki, məsələn, A dəyişkənim var və bunun qiyməti 1-dir. Hansı dəyişkən tipləri var desək dostlar, bu şəkildə deyə bilərsiniz. String var dostlar. Daha sonra integer var dostlar. Və başqa nə var idi? Double var. Başqa nə var idi? Boolean tipi var dostlar. Bunlar necə bilirik biz? Necə təyin edirik dostlar? Ona qalası olsa bu şəkildə izah edə bilərəm. Bəlkə mən siz dəyişkənləri artıq sizlərlə keçəndə dəyişkənimizə ad verdikdən sonra, məsələn, var dəyişkəni dedim. Bərabəri demişdim ki, nöqtələr içində biz dəyişkənimizə dəyər veririk. Bura dəyişkənin dəyərini giririk. Məsələn, bura bir dəyər girim dostlar. 55 yazsam, artıq mənim bu dəyişkənimin tipi string olacaqdır dostlar. Çünki dəyişkənimi mən yazarkən dəyişkən dəyərini mən dırnaq içərisində yazdıqda string olur. Məsələn, bu dırnaqları götürsəm, bəlkə görübsünüz siz artıq bu şəkildə yazdığımda. Bu integer olur dostlar. Məsələn, bura 55.5 yazım. Bu olur double dostlar. Bir də belə bir dəyişkən tipimiz var dostlar. Yəni doğru, yanlış. Yəni məsələn, onlayn testlərdə, sınaq imtahanlarında, yəni onlayn şəkildə gördüyünüz kimi biz testləri işləyərkən bir variant seçirik. Onlardan biri yəni false olur, biri true olur, qalanları false olur dostlar. Yəni true, yəni doğru dostlar. Bir də yanlış var, yəni səhv, false deyək. Yəni bu isə, bu iki tip isə Boolean aiddir. İndi gəlin göstərək dostlar. Məsələn, mən bura false yazdım. Dedi ki, funksiyalar olacaq dostlar. İlk funksiyamız bizim get type funksiyası olsun. Get type deyəcəm dostlar. Mən burada nöqtəli vergülümü bağlayacağım. Burada deyəcəm ki, dəyişkənimin yəni tipini bizə göstərsin. Nə dəyişkəni? Var dəyişkəni. Necə göstərsin dostlar? Bunu bu şəkildə etsək göstərəcək mi? Gələk localhost'umuzu açaq. Localhost dedim. Gördüyünüz kimi heç bir şey göstərmir. Çünki ekrana bir şey yazdırmadıq. Biz ekrana yazdırmaq üçün mütləq və mütləq echo demişdik biz. Bunun qarşısında bir echo deyək. Echo. Ctrl S dedim. İndi yoxlayıram. Gördüyünüz kimi Boolean yazdırdı dostlar. Boolean. Yəni false, yəni yanlış. Sınaq imtahanlarında da belə online
Bu şekilde yani bir test verirken bunlardan istifade edecek dostlar. Yakında göreceksiniz tabii. Yani bir çalışma halinde bunları. Bir de ne dedik biz boolean fonksiyamıza ait? Try var. Yani doğru. Ctrl S. Gördün ki bu da boolean oldu. Mesela demiştik ki dırnak işaretinin içinde değişkenimize herhangi bir değer vererek. Mesela ne olsun? Değerimiz bitcomp olsun. Ctrl S deyirəm dostlar. Yazdırıram. Gördüğünüz gibi string yazdı bura. Yani string değişken. Neye göre? Dırnak işaretinde olduğuna göre dostlar. Mesela ben burada bir rəqəm versem 10 desem Ctrl S. İndi yoxlayıram. Integer yazdırır. Ama bu değerimi ben dırnak işaretinde alası olsam dostlar yine değişkenim string olacaktır. Çünkü dedik ki dırnak işaretinde olma string olur. Yani integer olan ise tam ədədlər, yani integer funksiyasına aiddir dostlar. Yoxladım, gördünüz ki integer. Başka ne demiştik? Double demiştik. Double'ı tam real ədədlər. Məsələn 555.5 yani kəsr ədədlər, real ədədlər yani olduğu kimi olanlar double tipine aittir. Gördüğünüz gibi. Bugün sizlerle ilk bizim fonksiyamızı öğrendik dostlar. Yani get type fonksiyasını öğrendik. Yani echo ile ekrana yazdırdık. Get type dedik ki değişkenimizin tipini bize ekrana yazdırsın. Bu şekilde. Bir sonraki derslerimizde görüşene dek sağ olun dostlar.